Nizami rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə fenomenal liderlik və strateji qərar vermə nümunəsi Azərbaycanın uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə öncə Prezident İlham Əliyevin tarixi fəaliyyəti nəticəsində ölkəmizdə əldə olunan möhtəşəm uğurları əks etdirən video çarx nümayiş olunub. Sonra Nizami rayon icra hakimiyyəti başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva və Naqif Həmzəyev, Vətən müharibəsi qəhrəmanı Polkovnik Nizami Mövlanov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək fenomenal liderlik və strateji qərar vermə bacarığı sayəsində ölkəmizi sülh və sabitlik məkanına çevirən Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin dünya siyasi arenasında qətiyyətli addımlarla irəliyən yüksək nüfuza və söz sahibinə çevrilmiş daha güclü Azərbaycan naminə apardığı müdrik siyasətdən danışıblar. Qeyd edilib ki, bugün Azərbaycan Respublikası dövlətçilik tarixində heç bir zaman olmadığı qədər güclü və qüdrətlidir. Azərbaycan Respublikası Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi nailiyyətlər əldə edir. Parlaq uğurlar qazanır. Azərbaycan regionda son 220 il ərzində mövcud olmuş geosiyasi konjunkturanı dəyişib, Türk və müsəlman dünyasının son 2 əsrlik tarixində ilk dəfə olaraq işğalda olan torpaqları azad edib. Hər zaman xəyalını qurduğumuz Türk dünyasının güclü birliyini formalaşdırıb. Avrasiya geosiyasi məkanında enerji, nəqliyyat və kommunikasiya xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Çıxışlarda əldə olunan parlaq uğurlar, misilsiz tarixi nailiyyətlər xüsusi vurğulanıb. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin ideyalarını və dövlətçilik siyasətini müasir dövrdə böyük uğurla həyata keçirən layiqli davamçı Prezident İlham Əliyevə dərin ehtiram və sonsuz minnətdarlıqlarını ifadə edərək doğum günü münasibəti ilə təbrik edib, ona uzun ömür, möhkəm can sağlığı, xalqımız və dövlətimiz naminə həyata keçirdiyi möhtəşəm tarixi fəaliyyətində yeni uğurlar və qələbələr arzulayıblar.